Hə dostlar, aparaturun yığılması 3-cü və axırıncı hissəsi müşümka olunub, indi isə avadanlıq quraşdırılmalıdır. Demək, malımız buradadır. Hamısı öz yerində. 2 dənə usilitil, şnurlar, 2 dənə midbas, basavik, şalkalarımız, midrecilər və pioner magnetofon. Bir göstərim. Demək, midbaslar quraşdırılacaq qapının arxa hissəsinə. Onun da səbəbini sonra sizə deyəcəm. Midrecilər ön qapılara, pişalkalar alınsa, patpresə, alınmasa var da midrecin böyrünə. Və əsas məsələ usilitillər. Usilitillər lazımsız gözlərdən uzaq olması üçün sidenikin altına quraşdırılacaq. Şnurlar. Bu əsas məsələdə şnurlardır. Onlar da bir başı akkumulatoruna götürüləcək, o birisi başı gedəcək düz avtomobilin arxasına kimi. Demək, işimiz yaxşı gedir. Kabeli keçirtdim və salondan da çıxartdım. Elə ki, yaxşıdır. Görə daş birinə götürür. Buranın işini qutardım. Hələ ki, belə görürəm. Gələcəkdə indi bəlkə bəzi dəyişikliklər olacaq. Təbii ki, bunlar hamısı birləşəcək. Bu da burada 2 tərəfli skotsun üstündə olacaq. Lazım olanda dartdım, burada françerləri açdım. Başqa cürə ağlıma heç nə gəlmədi. İndi burada birləşəcək ora. Yəni, heç nə boş-boşa orada qalmayacaq. Keçirik salona. Salonda rahat iş görülməsi üçün bu 2 dənə ön oturacaq söküləcək. Sonra şnur altdan, qavralın altından çəkiləcək, gələcək bura. Orada usilitillər öz yerini tutacaq. Ondan sonra ucu göstərəcək. Oturacağın da ki 4 boltun üstünə birəklər kimi burada açılmalıdır. Evet, bunu da hazırladık. Minusavoy burada, plusavoy burada. Gelir kaputun altına. Şimdi məşğul olacağıq magnetofonla. Belə işlər. Kabelləri çəkməyə qurtardıq. İndi isə keçirik magnetolan demontajına. Bu da bizim şnurlarımız. Bunlar kolonkaya gelir. Bunlardaki pitanya, minusavoy, qırmızı bilməm nədir. O dərəcədə başım çıxır. Dostlar, çatmayan bu oldu. Sarı şnurun başında olan bu boyda 4 bucaq. Nə üçündür? Bilənlər varsa, zəhmət olsun məlumat verərdiniz. Bunlara dəymirik. Onsuz bizdə usilitildən gedəcək. Bunlar bizə lazım deyil. Bunu dəyişəcəyik. Bunu dəyişib öz magnetofonumuzun ştekerinə uyğun qoyacağıq. Bu da şteker. Deməli, burada da bunlar bizə lazımdır. Lazım olan bu 3 dənə şnur. Bunları da birləşdirəcəyik. Buna başlayaq. Əsasları keçirtdim. Minusavoy, plus, pitanya, bir də yandırıb söndürməni. Bu klima bizə lazımdır. Qaytarı magnetolanın üstünə, köynəsinin. Bu da bizim təzə magnetolamız. İşləyir, hər şey qaydasındadır. Gedirik daşı. İndi isə kolonkaların çıxışlarını usilitillərə tərəf çıxartmalıyıq. Süper. Çəkisi də var. Bu köynəsi quş kimidir. Nə bilim, 200 qram yoxdur çəkisi. Bu 1 kilodan çox.
Yox, şunlar birləşdirildi, kolonkalara hazırdır. Şimdi atacağıq bura, gətirəcəyik usilitinin yanına. Yani hamısını da qeydiyyatına aparmışam, hansı haradır, sağ, qabaq, sağ, arxa və s. İşimiz yavaş-yavaş yekunlaşır. Şimdi tülpanlar da atılacaq. Sonra isə usilit ilə quraşdırılacaq. Sadəcə bu qalan materiala baxa-baxa fikirləşirəm ki, bayaqdan. Bu axşnur nə üçündür? Bu nəyə qoyublar onu bura? Özü ki, belə nazik jıl oldu. Sonradan yadıma düşdü ki, bəs bu usilitilləri nə qoşacaq? Necə yəni nə qoşacaq? Oradan pramoy plusavo gəlir usilitlə. Onda o daimi yanılı qalacaq. Onun üçün də bu şnur var. Remote. Zajiganiyadan gəlir. Usilitlə xüsusi yer var. Ora birləşir. Və biz zajiganiyanı fırladanda usilitil avtomatik boş olur. Bəli, unutmayın. İndi gedək onun da yerini bağlayaq. Remote şnuru ağla göyə birləşir. Diqqətli olun. Sonra bir işi ikinci dəfə təcrübə elədim. Necə deyirlər? 10 dəfə ölç, bir dəfə kəs. Şnurun kavranın altından keçirmə ölçülür. Layxa, götürürük bir dənə şompul. Kavranı biraz qaldırırıq. İndi bütün modeller, maşınlar eyni olmur. İndi bizdə bu iş yaradı. Aha, ucu çıxdı. Lazım olan şnuru keçirdirik. Keçirdəndən sonra çəkirik. Və budur. Şnur yerində. Hə dostlar. Şnurlarla qurtardıq. İndi isə ən maraqlı momentə gəlib çıxırıq. Usilitlərin quraşdırılması. Gəl. Demək, bu balaca usilitel olmasına baxmayaraq bir kanala 225 RMS verir. Bunu qoyacağıq bura 4 dənə kolonkaya. Bu isə böyükdür, amma gücü azdır. Bir kanala 80 RMS verir. Onda burada yəni körpü funksiyası var. Körpü olaraq quraşdıracağam və basavika verəcəm. O da körpüdə hardasa 160 RMS verməlidir. Çıxışda maksimum. İndi gör, mənə də polnu bəs eləyir. Mən çox səslə musiqiyə qulaq asan deyirəm. İmkan olsa gələcəkdə dəyişərəm, daha güclüsünü qoyaram. Bunu quraşdıracağam sərnişin oturacağın altına. Bayaqda internetə ələ eləmişəm ki, öyrənim, başa düşüm. Buradan 4 dənə çıxışdır. İndi sağ-sol, sağ-sol 2 çıxışdır. Mən bunları necə ayırım? Necə elə ayırım ki, dinamiklərə geçsin. Yəni bu balaca usilitilə. Plus basavika. Çünki burada basavik üçün çıxış yoxdur. İnternetdə öyrəndim tam olaraq. Deməli yazırlar. İlk öncə bizə belə tranik lazımdır. Tranik yox, dvanikdir. Bir giriş, 2 çıxış. Və 2 dənə tülpan. Deməli tülpanları birləşdiririk. Sağ-sol, sağ-sol. İ ayırırıq, biri sola gedir. Dinamiklərə biri sağa gedir. Usilitilə. Onu səhv qoşmaq olmaz. Ona gərək fikir verəsiniz. Sonra dinamika gələn usilitilə, yəni bu balaya qoşuruq həmin o dvanikləri və bizdə oca olur burada 2 giriş, 2 çıxış. 2-də 4, 2-dən 4 eləyirik də. Əsas burada diqqət çəkən odur ki, bunları səs almaq olmaz. Başlayaq. İş gedə-gedə
göstərəcəm. Tak, burada əsas məsələ belədir. Bu 2 dənə girişdən biz 4 giriş eləməliyik usul-usulə. Onun üçün də Y dvaniklər, traniklər lazımdır. Bunlara da diqqət edin ki, sağ-sol düz olsun. Sonra da burada birləşdirəndə də həmçinin biləsiz bunların hansı bu Y-lərin hansı sağdır, hansı soldur. Deməli, məndə sol yazısızdır, sağ isə yazılıdır. Nəhayət probni zapusk. Hamısına tok gedir, işləyir, aşıbqa yoxdur. Magnetola öz yerində, qəşəng göy rəngi də var. Ləzzət edir. Özə fikir verin, dizayn uyğundur. İndi gedək daşı. İndi isə kolonkalar. Kolonkaların vaxtı gəldi. Yallah, başladıq. Yenə gecə düşür. Mənsə iş başında. Bayaqki videoda gördünüz. Bunlar hazırda işləyirlər. İndi qaldı qapılarda kolonkaların yerlərini düzəltmək və kolonkaları quraşdırmaq, qoşmaq. Midreç, midbasları. Az belə. Şimdi bu halqaların yerini baxacağım. Ona uyğun sverlo ilə deşik açacağım ki, şurup qırmasın, çatlatmasın bunu. Sonra üzərinə kolonka və şnurlar. Yaxşı olur. Heç nə yandırmır. Bir bunlara 2 manat verdim, yandırır hemen. Nə raxı bunu 2 manat. Hər nədirsə. Başlayaq.